Gəlin insafla deyək. Ola bilər mənim bu sözümü eşidəndə məni qınasınlar. Bəzən xalqın xoşuna gəlmək yox, xalqın rızasına görə deməli işləri. İndi gəlin ölkəmizdə keçirilən yeni il şənliklərinin kim deyə bilər ki, bu günləri ölkədə yeni il şənliyi günaha səbəb olmur və batil əqidənin təbliğatına xidmət eləmir. Məsələn, bu günləri mən uşağıma Peyğəmbər və Əhl-i Beytinin kəlamlarını öyrətmirəm. Peyğəmbər və imamdan kömək istəməyin şirk olduğunu mənim uşağıma bu günləri öyrədirlər. Deyirlər, amandır ya Əli demə müşrik olarsan. Amma mənim uşağıma bu günləri Şaxta babadan kömək istəmək öyrədilir. Şaxta baba sən üçün nə gətirəcək? Arzu diləyi tut, Şaxta baba gələcək. Şaxta baba, yolka, bunlar hamısı formalını və əsası olmayan aldadıcı bir şeyler. Saxta babadır əslində. Şaxta yox, şaxtadan baba olar. Gəlsin, dondursun həyatı. Bunların əsası yoxdur. Qaldı o şənlikləri keçirtmək məsələsinə. Kim deyə bilər ki, ölkənin, qoy biraz az deyim, insafla deyim, 70% əhalisi həmin gecə içki məclisi qurmayacaq. Şərab, şampan partlatmayacaq. Yolka ətrafında kişi arvad qarışıb rəqs eləməyəcək. Kim deyə bilər ki, günah on? Bu şənliklər ölkəmizdə və cəmiyyətimizdə günaha səbəb olur. Müştəhid də dedi, günaha səbəb olsa olmaz, caiz deyil və batil əqidədə Şaxta baba və Qarqızın təbliğatı, yolkanın bütləşdirilməsi, gedin baxın, əksər evlərimizdə yolka qurulub, bəzənib. Yox, uşağın qəlbinə dəymək olmaz, bu sözlə qurulur hər yerdə və batil əqidə təbliğ olunur, ona görə də bu hökmə əsasən caiz deyil.